yeni nəsə açmaq istəyirik, yeni nəsə eləmək istəyirik, özümüzü inkişaf elətdirmək istəyirik. Amma bunu Komanda. həm də zəhmətimizi qoyaraq istəyirik də, prosta havadan istəsək əlbəttə olmayacaq. Kadrlar bu günlər həqiqətən böyük problemdir. Mən kimlə otururam, hansı iş adamına otururamsa, çox orada oturanlar deyirlər ki, iş yoxdur. Burada duranlar deyirlər ki, kadr yoxdur. Yəni bu həqiqətən bu belədir. Yəni çox iş adamı var ki, bugünkü günləri söhbət maaşdan getmir. Sən özünü yaxşı göstər, düzgün ol, yəni məqsədli ol, bir də necə deyirlər də o səmimi ol, nə bilim, sadiq ol. Əsas bugünkü günləri problem sadiqlikdədir. Başa düşdün? Sadiq, mən inanmıram ki, sənin yanına bir dənə kadr gəlsin. Ola bilər zəif olsun. Ancaq desin ki, bunun şeyi var, nə deyirlər, onun yaxşı praktikası var, bunun yaxşı potensialı var, ancaq sadiq deyil. Ancaq desələr ki, sənə o potensialı biraz zəifdir, praktikası da bizdə zəifdir, ancaq çox sadiq adamdır. Mən inanıram ki, sən ikincini seçəcəksən. Mən çünki onun ikincisini seçərəm. Zaten bu günlər yanımızda olan, komandada olan üzvlərin hamısı da elədir. Yəni birinci gün gələndən təbii ki, məni qane eləyən vəziyyətdə olmayıbdır. Hətta bizim elə bir işçimiz olub ki, gələndə mən bilməmişəm ona nə iş verəcəm, hansı işlə məşğul olacaq. Amma belə deyək də, bilmişəm dürüst adamdır, təmiz adamdır və güvənilir adamdır. Bununla mən işə götürmüşəm. Bu günləri yəni kifayət qədər maaş da yaxşıdır, işin idarəsində içindədir. Sən də razıdır, sən də ondan razısan. Bir günlər Cəlal Kəngərlinin komandasını, demək olar ki, hamısını tanıyıram. 3 il, 4 il, 5 il sənlə bir bərabər işləyən adamlarla. Çünki niyə sən stabilliyi xoşlayırsan, sən necə deyirlər, o komandaya, yəni özünkü kimi